Qırmızı Pərdə Production təqdim edir. Gördüyünüz gənc tələbədir. Onun arzuları var. Onun arzuları imtahandan yaxşı bal yığıb istədiyi ixtisası oxumaqdır. Elə də olur, yaxşı bal yığır, qəbul olur və istədiyi ixtisası oxuyur. Amma hər şey onun istədiyi kimi alınmır. Bir daha xoş gəlmisən mənim əziz qardaşım. Mən də gördüyün kimi oturmuşam evdə işsiz gücsüz. Heç bir şey eləyə bilmirəm, heç bir işə əl ata bilmirəm. 4 il mən oxumuşam, 4 il öz istədiyim ixtisası oxumuşam. Hara gedirəm amma pul istəyirlər. Hansı işə girmək istəyirəm, məndən pul istəyirlər. Oxumayan, əziyyət çəkməyən gedir pulunu verir. 4000, 5000 pulunu verir, girir bir iş sahibi olur. Hətta gedir müdür olur. Mən öz ixtisasımı, mən oxuduğum halda mənə deyirlər ki, pul gətir. Bilmirəm, zamanənin arasına düşmüşük. Oxuyana bu dəqiqə yer olmalıdır. İstedadlı insanlar qabağa getməlidir. Qalmışıq belə, mənlə oxuyan kurs yoldaşlarım, tələbə yoldaşlarım. Hamısı mənim günümdədir. Bir-birimizlə zəhləşirik, görək, iş var, iş yoxdur. İndi də görüm də, sabah bir müdür var, o da tanış adamın yaxındır. Görüm o dedi ki, gəl ixtisasına baxaq, diplomunu falan gətir, görək nətərdir. İndi gedəcəm, görüm nə qarırıq. Kimdir o gələn? Mənəm, Hoş gəlmisən. İşdən nə xəbər? getmişdim, alınmadı. Alınmadı. Səndən nə vaxt alınıb fikrini də alınsın, hə? O qədər oxud, əmək sərf elə, boya başa çatdır, əlinə diplom ver, sonra da alınmadı. Olsun oğlun heç nəyin heçi, avara. Niyə alınmır da səndə? Pul istəyirlər, pul. Bəs bir belə cəmaatın uşağı necə girir işə? Pulla girirlər, pulla. Mən ixtisasımı qoyuram ortaya, diplomumu qoyuram, savadımı qoyuram. Amma onlar 5000 gətir, 4000 gətir. Ay, nə savad salmısan ha kişi? Savada fikir verən var, pul qazanmaq vaxtıdır, evə çörək gətirməyə vaxtıdır. Mən pulla heç bir yerdə gedib otura bilmərəm. Sonra savadımla qabağa gedəcəm. Ay kişi, nə savad Cibində sovullar pulsuz qumar oynayır. Pul gətir evə, savad sal mənim üçün. Mən nə edeyim? Gedim qumar oynayım, adam öldürüm, baş kəsim. Nə edirsən, get pul gətir, məndən söz güləşdirmə. Təkcə gücsüzlüyündən yıxılmır atan balası. Ara bir gücündən yıxılır adam. Başını dik tutub gəzdiyi yerdə içindən yıxılır adam.
İllər boyu neçə dərdə dözüb dayanır. Qəfil sevincindən yıxılır adam. Dünya qaçır ayağının altından yıxılmır. Bu dünyanın ən dəli sobatından yıxılmır. Amma bir kəpənəyin qanadından, bir otun ucundan yıxılır adam. Gülmə hər yıxılana atan balası, gülmə. Elə bilmə bu dünyada təkcə gücsüzlüyündən, ya da ki acından yıxılır adam.